Artıq illərdir ki, Azərbaycanda həm naşir, həm də riyaziyyat kitablarının müəllifi olaraq fəaliyyət göstərirəm və diqqətimi çəkən bir məsələ var. Cəmiyyətimizdə təşəbbüskar ruhlu, innovativ və yenilikçi gənclərimizin sayının az olması və mən bunu riyaziyyat kitablarımızda olan sual nümunələrinin məzmunu ilə əlaqələndirərdim. Belə ki, həm əvvəlki illərdə, həm də günümüzdə olan sual nümunələrinə diqqət etdiyimizdə görürük ki, bu sual nümunələri övladlarımızı əmək bazarına daha çox pasiv iştirakçı kimi və işçi modelinə uyğun olaraq hazırlayır. Bunlardan bir neçəsini nümunə verə bilərəm sizə. Bir işçi bir işi 2 gündə görürsə, eyni işi 2 belə işçi neçə gündə görər tipli suallar. Övladlarımızı daha yenilikçi və təşəbbüskar görmək istəyiriksə, daha çox 21-ci əsrin bacarıqlarına uyğun olaraq hazırlanmış sual nümunələri ilə yetişdirməliyik və biz də Lando Nəşriyyatı evi olaraq bu sual nümunələrinə daha çox yer veririk. Bunlardan birini sizə nümunə verə bilərəm. Şuşa Texnoparkı bir robotu 2025-ci ildə 1500 azənə hazırlayırsa, bunun bir üst modelini əlavə 10% daha çox xərc çəkərək hazırlaya bilər. Belə olan halda yeni hazırlanacaq robotun maliyyəti nədir deyə soruşa bilərik və bu sual nümunələrini təbii ki, artıra bilərik. 21-ci əsrin yeniliklərinə və 21-ci əsrin bacarıqları ilə uyğun olacaq şəkildə hazırlanmalıdır. Və bu sual nümunəsindən də görə bilərsiniz, bu sadəcə hesablamadırmı? Xeyr, bu eyni zamanda övladlarımızda bir təsəvvür yaradır. Ümumiyyətlə unutmamalıyıq ki, təhsil sadəcə bilik götürmək deyil, eyni zamanda övladlarımızda bir təsəvvür yaratmalıdır.